Son günlər 5 yaşından kiçik uşaqlar arasında rotavirusun yayılması halları genişlənib. Virus özünü ishal, qusma və qızdırma kimi simptomlarla büruzə verir. Xəstəlik daha çox azyaşlılar arasında əl və ağız təması vasitəsilə yayılır. Virusa yoluxan şəxslərə bol maye qəbul edilməsi tövsiyə olunur. Pəhriz olaraq da daha çox yağlı, qızartma qidalardan uzaq durmalılar. Daha dietik qidalarla qidalanmasını tövsiyə edirik. Əgər uşaq körpədirsə, ana südü ilə qidalanırsa, ana südünə davam eləməlidirlər. Yəni ana südünü kəsmək və yaxud da ki, başqa bir qidaya keçirilməsini uyğun görmürük. Ana südünə davam edən uşaqlar bol-bol miqdarda əmizdirilməlidirlər. Mütəxəssislər 6 ayından kiçik uşaqların həkim nəzarətində olmalarını bildirirlər. Lakin bəzi müşahidələr onu göstərir ki, valideynlər həkim göstərişi olmadan körpələrə antibiotik tətbiq edirlər. Amma sözü gedən xəstəlik virus mənşəli olduğu üçün antibiotiklərin heç bir təsiri olmur. Əksinə, antibiotiklərin verilməsi uşaqların bağırsaq florasını ciddi şəkildə pozur. Nəticədə azyaşlılarda ishal halı daha da artaraq vəziyyətləri pisləşir. Çoxlu maye itkisi nəticəsində hətta bu uşaqlarda böyrək çatışmazlığı hallarının da yaranması müşahidə olunur. Hər rotavirus uşaq həkimə getməlidirmi? Xeyr. Əgər uşağın qidalanmasında sıxıntı yoxdursa, uşağın maye qəbulunda sıxıntı yoxdursa, ev şəraitində simptomatik müalicə ilə müalicə oluna bilər uşaqlar ev şəraitində. Yox, əgər maye itkisi həddindən artıq çoxdursa, uşağın maye və qida qəbulu demək olar ki, geridirsə və uşaqda düşməyən qızdırmalar, kəskin halsızlıq əlamətləri varsa da mütləq həkimə müraciət olunmalıdır. Azyaşlıların rotavirusa yoluxmaması üçün valideynlər diqqətli olmalı və gigiyenik qaydalara riayət etməlidirlər. Çünki virus əl, ağız vasitəsilə yanaşı, həmçinin çirkli qida, su və əşyalardan da orqanizmə daxil ola bilir.